Hazırki hakimiyyət Qarabağ məsələsinin qaldırılmasını və ermənilərin Qarabağa geri qayıtmasını münaqişə yaradan amil hesab edir. Güya müharibə riskini artırır. Lakin əslində bu qorxuya səbəb olmamalı. Əksinə, danışıqlar prosesində Ermənistanın mövqeyini gücləndirmək üçün bir vasitə kimi xidmət etməli olan ayrılmaz bir hüquqdur. Bu iddia ilə Ermənistanın ikinci prezidenti və Ermənistan partiyalar blokunun parlamento namizədlərinin proporsional siyasının rəhbəri Robert Koçaryan deyib. O vurğulayıb ki, bu hazırda real deyil. Bəlkə də məhz bu anda bu qeyri-realdır. Amma biz zəmanətli, təhlükəsiz qayıdış haqqında danışmalıyıq və bu gələcəkdə tamamilə realdır. O qeyd edib ki, baş nazir Nikol Paşinyan hazırda Qarabağla bağlı öz seçki platformasındakı məqamları və ya kilsə rəhbərliyini dəyişdirmək cəhdlərini müzakirə etməkdən qəsdən yayınır. Bu suala cavabım var. Güman edə bilərəm ki, o sırf seçki nöqteyi nəzərdən bu barədə çox danışmağın əlverişsiz olduğunu başa düşüb.